Salam əziz izləyicilər. Bir kombini dəmir töküm firmasınındır. Təmizləməliyəm. İçi çölü, nəyə ehtiyac varsa təmizlənməyə, nəyə ehtiyac varsa, hansı hissələrdə problem varsa dəyişdirməyə. Bir sözlə bu sıfırlama əməliyyatını aparmaq üçün asmışam divardan. Yavaş-yavaş söküb onu bir-bir, hər bir hissəsini təmizləməliyəm. Ara qat rezinləri dəyişdirməliyəm. Hamısı rezin olmur orada. Fərqli materialdan olur, istiliyə davamlı. Bu, həm də kifayət qədər güclü kombidir. Deməli, əgər 40 kilovatlıq kombilərdə ocaqlıqda farsunkaların qabırğa sayı 18 dənədirsə, bunda 20 dənədir. Bu arada isə təxminən biraz az, biraz çox 50 kilovatlıq olmalıdır. 50 kilovatlıq. Burada pompa, yaxşı tanıdığınız adi pompadır, ənənəvi pompa. Tək iki esenjorludur. Yəni, o suyu qızdıran hissəki var. Ruslar zimyavik deyirlər ona. Təkdir, bir dənədir. Yəni, tək kanallıdır, bitermik deyil. Və ikinci esenjor burada yerləşir. Bax, bu şunun arxasında görürsünüz qabırğalar. İkinci bala esenjora aiddir. Deməli, iki esenjor var. Həm isti suyu, həm də ki, istilik sistemini, otaqda radiatorları qızdıra bilən bir kombidir. Belə baxıram, pis kombidir, yaxşı kombidir. Bu hissələr ki var, gördüyünüz kimi plastikdən hazırlanıb. Plastikdəndir, amma bu pompadır. Bu da qaz reduktorudur. Qaz reduktoru metaldandır. Borular misdir. Gördüyünüz kimi. Borular misdir. Yaxşı bir kombidə olmağına və sıfırlama əməliyyatı nədir? Sıfırlama əməliyyatını aparıb ölkədə belə ustalar var, qruplar var da, usta deyəndə bəlkə də şirkətdir. Götürürlər köhnə kombiləri, sökürlər axırıncı vintinə kimi, təmizləyirlər. Dediyim kimi, ara qatlarını dəyişdirirlər, yuyurlar. Lazım gəlirsə, hətta çölünü rəngləyirlər də. Faktiki təzə görkəminə salırlar və təbii ki, keyfiyyətdə də elə təzə kimi olur. Və bu prinsipcə almağı, işlətməyi məsləhətli olan bir şeydir. Yəni, kreditlə gedib götürüb sonra 2 dəfə kef eləyincə ucuz qiymətə verirlər. Ölkədə var elə mağazalar var. İkinci əl sıfırlanmış kombilər satır, kolonkalar satır. Bir işin içini bilən adam kimi tövsiyə edirəm ki, çəkinməyin onları almaqdan. O pulunuz özünüzə qalsın. Bankerlərə yedizdirməyin. İndi mən bunu həm də özüm üçün təcrübədir. Mən ilk dəfə belə kombi sökmüşəm. Bunu yuyub, təmizləyib, sıfırlayıb,
sıfırlayıb prinsipcə satmaq da olar. Amma mən o işlə hələ ki məşğul deyirəm. Bilmirəm, gələcəkdə ola bilərəm, bilmərəm, o Allahın işidir. Hələ marağa bunu eləyirəm. Görüm nə alınacaq, qəşəng olacaqmı? Ən azından qohum qardaşa bağışlamaq olur da. Amma bu özümün deyil, faktiki başqa adam gətirib özü üçün, həm də özü üçün nə mənada? Özü satmaq üçün də. Mənə deyib ki, bunu yaxşı düzəlt, mənim satmaq fikrim var. İşte Başqa nə deyə bilərəm? Burada elə bir deyiləcək söz də qalmadı. Bunun imkanlıqları çoxdur. İsti suya balaca bir bax kimi bir şey də qoyublar. Termos sayağı. İsti su orada qalsın deyə. Kondensasiya eləmiş suyun axıdılması üçün şlanklar da var. Tərləmədən ki su əmələ gəlir. Bax o sular belə bir qurğun köməyi ilə axıdılır kanalizasiyaya. Yaxşı bir qurğudur. Sağ olun, sağlıqla qalın. İşiniz avand olsun.